xalq yaradıcılığı. Bulaq. Bu gözəl yaz axşamında xoş gördük hər birinizi istəhlilər. Tanrı ürəyinizə görə versin. Gününüz, güzaranınız xoş keçsin. Qapınızdan həmişə toy səsi, şadlıq səsi gəlsin. Ürəyiniz xoş niyyətlər eşqi ilə döyünsün. Üzünüz gülsün. Ömrünüz barlı bərəkətli olsun. Əziz bizi eşidənlərə, iş gücündən macal tapıb bulaq başına yığışanlara, Bulaq dədənin söz boğçasından umanlara, küsüdən uzaq olanlara, sözümüzə, sovumuza dəyər verənlərə salam olsun. Axşamınız xeyir. Söz vaxtına çəkər. Dediyimiz kimi 7 gün 7 gecədən sonra yenə qulluğunuzdayıq. Qulluq sahibi olasınız. Tanrıdan imanınız, ümidiniz kəsilməsin. İnsanı yaşadan inamdır, ümiddir. Ümidiniz başa varsın. Bulaq dədənin bu axşamki söz boğçası rəngarəngdir, bərəkətlidir. Sözün bərəkəti bir ayrıdır. Eşidən deyər bir də eşidim. Söyləyəcəyimizi elə seçib sonalamışıq ki, ürəyinizcə olsun. Dinləməyə səbriniz çatsın. Vaxtınıza heyfiniz gəlməsin. İnşallah. Yaxın əyləşin. İstəklilər. Torpaq insana çörək verən, yurd yerinə çevrilən gündən hər kəsə doğmalaşıb, vətənləşib. Ta qədimdən torpaq uğrunda səməndər quşuna dönmək, vətənin soy kökün şərəfini, namusunu qorumaq igid ərənlərin, oğulların alnına yazılıb. Qələbə, uğur hansı ayın, günün bəxtinə düşürsə, elə o ayda, gündə mübarək tarixin yaddaşında özünə əbədi yer eləyir. Sözümüzü ona gətiririk ki, bu ay həm də aprel döyüşləri ilə yaddaşımıza həkk olundu. Bəli. Həmin döyüşlər bizə bütöv qələbədən xəbər verdi. Onun müjdəçisi kimi anlaşıldı. Düşmənin qəfil hücumu sinəsini vətənə atılan güllələrə sipər eləyən igidlərimiz tərəfindən mərdliklə alındı. İşğalçıların murazı gözündə qaldı. Arzularına dağ çəkildi. Böyük qəhrəmanlıqla Lələtəpə yüksəkliyi igidlərimizin əlinə keçdi. O yüksəklik ki, oradan baxanda qələbəni görmək olurdu. Həmişə olduğu kimi bugün də torpağa olan sədaqətimizi, sevgimizi, ana, vətən məhəbbətinə bərabər tutmalıyıq. Torpaqdan pay olmaz deyib atalar. Aprel döyüşləri ilə ruhlanan əskərlərimiz məqamı yetişən kimi illərlə əsirlikdə qalan Qarabağımızı işğaldan azad elədilər. Dədə Qorqudun, Xətainin, Koroğlunun ruhu başımızın üstündə cövlan elədi. Həmin o qanlı ölüm-dirim savaşında döyüşən igidlərimiz ulularımızın varisləridir. Onların qanını, genini daşıyanlardır. Əyilməz, basılmaz nəsillərdən törəyənlərdir. Elə bu səbəbdən də nahaq qan yerdə qalmaz deyibən, cəsur oğullarımız bir göz qırpımında döyüşə atıldılar. Torpaqlarımızı düşmən tapdağından azad elədilər. Vətən rahat nəfəs aldı. Yurdun sükuta bələnmiş haray səsini Tanrı eşitdi. Ərənlərin ürəyinə inam, qollarına güc, dizlərinə təpər verdi. Tarixin səngərlərindən Koroğlunun səsi gəldi. Hoydu dəlilərim, hoydu, yeriyim meydan üstünə, havadakı şahin kimi tökülün alqan üstünə. Bütün bunlar bir aylı gecənin aydınlığında baş verdi. Ulularımız gecənin xeyrindən gündüzün şəri yaxşıdır desələr də, gecənin xeyrinə tuş gəldik. Düşmənin dizini yerə gətirdik. Babalarımızın ruhu önündə başımızı dik tutduq. Şəhidlərə min rəhmət, qazilərə can sağlığı. Şair demiş, torpaq uğrunda ölən varsa vətəndir.
Tanrı gec elədi, güc elədi. Həm də dostdan çox düşmənin at oynatdığı bu dünyada haqq ədalət keşikçisi olmaq elə də asan deyil. Ay sağ olmuş, adam var, bir parça çörəyin şükründədir. Adam da var dünyanı yesə doymaz. Tanrının nəfs sınağı bəndələrə baha başa gəldi. Belə sınaqdan üzü ağ çıxmaq hər adamın işi deyil. Elə-belə deməyiblər ki, görüm səni nəfsindən vurulasan, yaxud nəfsin başında çatlasın. O da gün kimi aydındır ki, bu dünyada bir parça çörək hamıya çatar. Su da, hava da onun kimi. Yetər ki, nəfsini cilovlaya biləsən. Alim sözüdür, ən böyük sərkərdə nəfsinə qalib gələndir. Bu yerdə bir ibrətamiz hekayət yerinə düşər istəylilər. Deyilənə görə ötən əyyamlarda iki qonşu el varmış. Bunların birinin ağsaqqalı, baş biləni Mətə adlı bir kişiymiş. Mətə yerin altını da bilirmiş, üstünü də. El oba başına and içirmiş. Günlərin bir günü qonşu elin baş bilənləri onun qapısına elçi gəlir. Mətə görür gələnlər əlini çörəyə vurmadı. Düşünür ki, yəqin ağır diləyə gəliblər. Çox fikirləşmədən elçilər deyir, bəs gərək atını bizə verəsən. Mətə onların istəyinə birdən-birə qərar vermir. Söz yayılır, az keçmir, el oba bir-birinə dəyir. Mətə görür bunlarınki davadır, səsküydür. Öz yan yörədəkilərinin də ağzını arayır. Görür yox, elə onlar da çaşbaş qalıb, onun elçilərə nə deyəcəyini gözləyirlər. Çox çəkmir, Mətə elçilərə deyir, at istəyirsiz, bu da at. Onlar bunu gözləmirdilər. Dönüb bir-birinin üzünə baxırlar. Eləmə tənbəllik, atı yedəklərinə alıb sağollaşıb yola düşürlər. Elə səhəri gün gəldikləri yolla da geri qayıdırlar. Mətəyə deyirlər, bəs gərək atın yəhər-yühənin də verəsən. Bu sözləri eşidən el-oba yenə bir-birinə dəyir. Başlayırlar oradan-buradan söz oynatmağa ki, kişi də atının yəhərini, yüyənini öz əlindən özgəyə verər. Bunlar çox deyirlər, Mətə az eşidir. Yəhər yüyəni verib qonaqları yola salır. Bir ay keçir, 2 ay keçir, həmin elçilər Mətənin qapısını yenə döyürlər. Bu dəfə deyirlər ki, bəs filan yerdə torpaq var, onu bizə ver. Bunu deyəndə Mətə hay vurur. İgidlər toplanır, soruşurlar, xeyirdirmi? Deyir, bəs yarağa sarınmalıyıq. İgidlər deyir, əşi, atın getdi dinmədin. Yəhərin getdi dinmədin. Yüyənin getdi yenə dinmədin. İndi deyirsən bir qarış yerdən ötəri dava eləyək? Bunu eşidən Mətə deyir, at da, yəhər də, yüyən də özümünküydü. Torpaqsa elin obanındır. Buna dözmək olmaz. Haydi, atlanın. Görürsən? Söz ki torpaqdan düşdü, gəlin görək atalar nə deyib. Torpaqda itki olmaz, kötüksüz bitki. Torpaq becərənin, iş bacaranın. Torpağın qarası üz ağardar. Torpaqla oynayan ac qalmaz. Torpaq borclu qalmaz. Əkin əkənə torpaq, avar çəkənə su həmişə tapılar. Dağlar qarı ilə, torpaq varı ilə. Torpaq ovuşlayan qızıl ovuşlar. Hə istəklər, indi dağ yerlərində səpin vaxtıdır.
Aran tərəflərə baxmayın. Dağlıq tərəflərdə qar soyuğu elə-belə tez çəkilməz. Torpaq da bu səbəbdən Aran kəndlərinə baxanda gec yumşalar, canı gec qızar. Günəşin ilıq şəfəqləri qarlı dağlardan keçib gələr. Torpağa günəşin istisindən çox soyuq parıltısı çatar. Amma günbəgün yaz irəlilədikcə, havalar isindikcə torpağın eyni açılar, köksü genələr, kefi kökələr. Zəhmət adamlarının qulluğunda başı uca, alnı açıq dayanar. Günəşin təsirindən qara torpaqdan alat-alat buluda bənzər, bozumtul buğ qalxar. Şumun canından qışın ağırlığı da elə o bozumtul buğla da çıxar. Əkinçinin nəfəsinə qarışar. Yaz havasında ilim-ilim itər. Torpaq yumuşalar, səpinə hazır olar. Əkinçilər bir qarış yeri də boş qoymazlar. Arıtlayıb təmizləyər, kartof dənələrini bir-bir, yaxud iki-iki ehmalca qazılmış yalağa qoyarlar. Çərtilmiş, cücərmiş tərəfi də yuxarı, günəşə sarı baxar. Qalan işlər təbiətin boynuna. Dağ tərəflərində məhsullar dəmiyə yetişər. Suyunu da, günəşini də, lap elə havasını da Tanrı bölgüləyər. Suyu, yağışı çox olanda məhsul az olar. Ürək açan olmaz. Bu vaxt məhsulu su kəsdi deyər əkinçilər. Hə, günəşi çox olanda, quraqlıq keçəndə sərvət az olar, ələ gəlməz. Belə olan halda məhsulu gün vurdu deyərlər. Odur ki, nə gərək gün çox olsun, nə də yağış. Hər ikisi qədərində olanda, biri o birini tamamlayanda, dəmiyə məhsulun dadına, bərəkətinə söz olanmaz. Bərəkətiniz tükənməsin, əziz eşidənlər. Amin. Eldə deyərlər, göy ağlamayınca yer gülməz, yaxud göy xəsisləşəndə insanlar da xəsisləşər. Bu səbəbdən il boyu adamların bir gözü gündə, o biri gözü buludda olar. Sonra da başını qaldırıb, hər iki gözünü Tanrıya tuşlayar. Tanrıya bu baxışlar doğmadır, min illərdir belədir. Hərəkət yerdən, bərəkət göydən. Min illərin o üzündəki dünya alın təri ilə, əlin qabarı ilə yadda qalıb. Biraz torpağın rəngi dəyişib, elə dünyanın da. Tanrı bəndənin dualarını eşidəndir. Səndən hərəkət, məndən bərəkət deyər. Bəli. Qara torpaq üz ağardar, üzünüz ağ olsun istəydilər. Əhdikləriniz birə min versin. Amin. Burada deyərləri, təzə buğda, tər buğda, xırman üstə sər buğda. Ruzudur, bərəkətdir, çölə düşən hər buğda. Söz qaldı el gələnə, çırmandı sel gələnə. Gözəl bir bağ salmışam, el gələ, köl gələnə. Hə, sağ olmuş. Ulularımızdan bizə o qədər adət, inanc gəlib ki, bir-birindən maraqlı, bir-birindən hikmətli. Bütün il boyu hər ayın, hər həftənin, elə hər günün özünə görə el bilgiləri var. Ulularımız həyatda baş verən bir çox işləri ovucularının içi kimi biliblər. Təbiətin sirlərindən yan ötməyiblər. Odur ki, apreldə baş verən təbiət hadisələri təkcə dünənin, bugünün yox, həm də insanların 1000 illik yol yoldaşıdır. Necə deyiblər? Martın 30-una lənət, aprelin 15-nə kimi. Çoxuna elə gəlir ki, mart çıxdısa, deməli yaz özünü tezcə yetirəcək. Amma yox, martın adı beddamda sağ olmuş. Aprelin də öz dəymə düşərliyi, ərköyünlüyü, şıltaqlığı var. Hə, görməyən bilməz. Nə qədər acıq versə də, dəyişən təbiətin qabağını ala bilməzsən.
Ən azından aylardır göy ota həsrət qalan mal-qaranın, qoyun quzunun qarğışından canın qurtarmaz. Əgər elədirsə, gəlin görək el obamızın adətində, inancında özünü çox öyən aprelin payında nə var, nə yox. Ağsaqqalların dediyinə görə yazın qırxı çıxmağı aprelin son 10 günlüyünə düşər. Qış uzunu, göy ot, örüş üzünə, tamarzı qalan qoyun quzunu, mal qaranı yazın bu vaxtlarında payız binəsində saxlamazlar. Yazlığa, yaz binəsinə köçürərlər. İşini yaxşı bilən çobanlar mal-qaranı gecə də örüş apararlar. Deyərlər ki, qoy heyvanın gözünün qurdu ölsün, Görürsən. yeyib qarınlarını doyursunlar. Bu vaxtlarda çöldə bitən yaz otu zəhərli olduğundan mal-qaranın ürəkli otlamasını əngəlləyər. Belə inan var ki, göy güruldamayana qədər bu otları yemək olmaz. Küraraz bölgəsində bu dövrə tərçix dövrü deyərlər. Nədən ki, yazın ilkin otları olan quşəbbəyi, əvəlik, əmənkömənci, pərpətöyün, yarpız, daha neçə adda yeməli bitkilər bu vaxt yetişər. Adətən belə vaxtlarda zəmilər suvarılar. Bu suvarmaya armudavar ya da armud gülüt suyu deyərlər. Ona görə ki, armudun çiçək açdığı dövrə təsadüf eləyər. El arasında aprel ayının ortalarına qədər olan dövrə isə qara yaz deyərlər. Bu vaxtlarda havalar tez-tez dəyişər. Hərdən sərt olar, tutqun keçər. Günəşsiz günlərin sayı çoxalar. Gündüz isti olar, gecələrsə soyuq. Belə günlərdə çox yerlərdə isti, quru qara yel əsər. Bu cür isti quru yelə ilğım deyərlər. Havalar tez-tez dəyişdiyindən əkin işlərinə başlamaq çətinləşər. Ərzaq ehtiyatı tükənər. Mal-qaranın o tələfi azalar. Maraqlıdır ki, qara yazın özü də bir neçə yerə bölünüb. El-oba tərəfindən onlara ayrı-ayrı adlar verilib. Keçi qıran, oğlaq qıran, yatar durmaz, davar doymaz adları elə-belə deyilməyib. Təkcə yatar durmaz adının mənası qışdan zəif çıxan mal-qaranın halsız olması, yatdığı yerdən dura bilməməsi ilə bağlıdır. Kəndlilər bu dövrdə o tələf ehtiyatını əldən verməməlidirlər. Qara yaz keçmiş vaxtlardan elat həyatında çətin dövr sayılıb. Çox güman ki, Novruz günü yaz olar, 40 kötük də az olar, el deyimi də elə bu çətinlikdən soraq verir. Bayramdan sonra 40 kötük yanar ya da Novruzdan sonra 40'ın da olar, 40'ın da olar deyib babalarımız. Nədən ki, yazın gəlməsinə baxmayaraq hələ soyuqlar geri qayıda bilər. Bu səbəbdən də qara yaz ayı çıxmadan sobaları yığışdırmazdılar. Yaşlı sakinlərin sözlərinə görə xalq arasında aprelin 5-dən 7-sinə kimi olan dövrə camışqıran da deyiblər. Belə bir məsəl də var. Qorx aprelin 5-dən, öküzü qoyar işindən. İstəylilər. Torpaq təpərdir, gücdür. Onun halallığı, bərəkəti insanın əlindədir. Bəs nədir? Torpağa əyilsən, səni qaldırar. And içəndə deyərlər, torpaq haqqı, yer haqqı. Alqış eləyəndə də deyərlər, torpağın həmişə gül bitirsin, torpağın bərəkətli olsun. Bəli, İraq üzünüzdən düşmənə qarış eləyəndə deyərlər, torpağın yada qismət olsun, torpağında qara yellər əssin, torpağıma göz dikənin gözü tökülsün. Amin. Ulularımız bilirdilər, torpağa əyilən namərdə əyilməz. Kəndliyə torpağın əsl sahibi ol deyərlər. Sahiblik eləmək üçün də əvvəlcə onun dilini bilmək gərəkdir. Gərək qayğısına qalasan, əkib becərəsən ki, dilini də biləsən, ay sağ olmuş. Yoxsa torpaq heç kimdən boş-boşuna danışmaz. Hər əlinə bel götürənə sirrini verməz. Gərək tərin süzülə, qolların yorula, əlin qabarlaya. Özün də biraz torpağa oxşayasan.
Torpağın dədə-baba dilini bilənlər həmişə xeyir tapıblar. Torpağın özü də bərəkətli, sözü də. Haqqında inanclar da az deyil. Biri belədir ki, səpin vaxtı yerə duman inərsə, bu əkinin tez bitəcəyindən xəbər verir. Yaz dumanı ruzu, bolluq sayılır. Əkinçi babalar havayı yerə deməyiblər ki, qış dumanı qar gətirər, yaz dumanı bar. Dağ kəndlərində taxıl əkinləri suvarılmaz. Əkinçilərin dediyinə görə əkin şehlə yetişər. Əkin yerinə toxum 2 dəfə səpilər. Buna 200-lü səpin deyərlər. Təcrübəlilər taxıl əkənlərə məsləhət verərlər ki, səpin zamanı toxumu arxalı at. Yəni, sıx at ki, quşların, həşəratların da payı çıxılsın. Məhsula az ziyan dəysin. Səpin qutarandan sonra səpinçi ovcunu toxumla, buğda yaxud arpa ilə doldurub, onu quşların, yetimlərin payı deyib əkin yerinə səpər. Hə, istəylilər, əkin yazın insanlara birinci bəxşişidir. O gün olsun biçindən, bar bəhərdən də ağız dolusu danışaq. Əkinsiz, biçinsiz bir günümüz olmasın. Amin. Qara torpağın üz ağartmağı yaman olur ha. Əliniz zəhmətdən, ürəyiniz arzudan soyumasın. Amin. Amin. Əkin biçinlə bağlı bildiklərimizdən çox bilmədiklərimiz var. Bu da hər bölgənin havasından, suyundan, torpağından asılıdır. Hara olur olsun, əkinçiliyin arxasında zəhmət, alın təri dayanır. Bir damcı da olsa alın təri torpağa düşdüsə, bərəkətinə şübhəniz olmasın. Hə, istəklilər, biraz da keçmişi yada salaq. Tofiq babanın yaddaşına üz tutaq. Keçmişdə yazın ilk ayı əkinçilər arasında Kotan dövrü adlanardı. Həmin ərəfədə şum işinə başlanardı. Əkinə cüt çıxarılan, torpağa kotan ağzı dəyən gün bayrama çevrilərdi. Kənd cəmaatı, obanın ağsaqqal ağbirçəkləri, böyüklü kiçikli hamı yığışıb birinci şırımın açılmasını həvəslə gözləyərdilər. Şum üstünə səməni göyərdib gətirərdilər. Çal-çağır başlayardı, nə başlardı? Aşığın sazı, qara zurnanın səsi aləmi başına götürərdi. Qoç kəsilər, süfrə açılar, yorulanacan deyib gülərdilər. Sonra iri cüt öküzü çulla, bəzək əşyaları ilə bəziyərdilər. Ağ birçəklər qara kəllərin buynuzlarına çörək keçirər, kəlağayı bağlayardılar. Bütün bunları bolluq, əminamanlıq olsun deyə eləyərdilər. Hə, nə gözəl. Həm də adətə görə ilk şırımın açılması əli çörəkli, yoğun biləkli, şir ürəkli, ayağı sayalı ağsaqqala həvalə olunardı. O da torpaqdan bir ovuc qışmalar barmaqlarının arasından keçirərdi. Sonra öküzləri xışa qoşub şuma başlayardılar. Yan yörədəkilər də ağız-ağıza verib bir yerdə oxuyardılar. Qurban olum əyri xışa, ged o başa, gəl bu başa. Qızıl öküzüm yeri, qoyma şum qala geri. İti tərpən maralım, düşmənlər baxır bəri. Ala kəlim bizə gəl, dağdan enib düzə gəl. Dırnağının gözü ilə qara düzü bəzə gəl. Əkin vaxtı öküzləri həvəsə gətirmək üçün çubuq götürüb halavar çəkərdilər. Ho-ho deyib öküzü sürən adama hodaqçı deyərdilər. İş qızışsın deyə hodaqçıya səs verərdilər. Bahar gəldi, yer oyandı, soyuq qışın yası gəldi. Ala öküz, çək kötanı, örüşlərin yazı gəldi. Ho, holo, ho!
Toy bayramla, çal-çağırla keçirilən bu şənliyə şum bayramı deyərdilər. Əkinçilər toxum kisələrini götürüb şum üstə çıxar. Sevinə-sevinə bir-birinə xeyir, dua, göz aydınlığı verərdilər. Şumunuz bərəkətli, xeyirli olsun. Birimin olsun, ay qonşu, gözünə kül gözü götürməyənin. Elə ki, torpaqlar şumlanıb qutardı, əkinçilər səpinə başlardı. Səpin günü cütçüyə xonça bəziyərdilər. Əkin biçin işində səriştəsi olan halal adam üzünü qara torpağa tutub, bir ovuc dəni şuma səpib, mən bir səpdim, sən 1000 göyərt deyərdi. Atdım arpanı torpağa, qatdım yarmanı torpağa, qara yeldən boylan gəl, qar altından haylan gəl. Telli sümbülüm gəzər, yelli xırmanı bəzər. Yaman günün yamanı, bərəkətimin amanı, cücər ay buğdam cücər, cücər ay buğdam cücər. Gülməcə payımız. Çoban sürünün yanında oturub süd doğramacı yeyir. Təsadüfən oradan keçən mollanı görüb deyir: Molla, buyur, doğramac ye. Molla tez əyləşib doğramacdan yeməyə başlayır. Bu əsnada çoban soruşur: Molla, dəli şeytan deyir, bu qoyunların ikisini tutub ver mollaya, aparsın özü üçün. Molla razılıqla başını əyir. Əlbəttə, hərdən bir dəli şeytanın sözünə qulaq asmaq lazımdır. Yaxşı olar ki, biri buynuzlu qoç olsun. Doğramacı yeyib qutarırlar. Bir qədər söhbətdən sonra çoban üzünü mollaya tutub deyir: Hə, molla qardaş, dəli şeytan indi də ayrı söz deyir axı. Nə deyir qadasın aldığım o dəli şeytan? Deyir ki, bu çomaqla mollaya bir-iki dənə çək. Molla hövnək yerindən qalxır. Ay kişi, əstəğfurullah ilə. Heç sən yaşda kişi də dəli şeytanın sözünə baxar. Vədə tamama yetdi, əziz bulaq başına yığışanlar. Bir də 7 gün, 7 gecədən sonra Yaradanın izni ilə təzə söz sovqatı ilə görüşünüzə gələcək inşallah. Bu vaxt ərzində az da olsa marağınıza səbəb olduqsa, nə xoş bizə. Siz də babalardan, nənələrdən, yaddaşınızda maraqlı nə qalıbsa, yollayın, hamı ilə bölüşək. İsmariç göndərin, Bulaq dədənin ümid yeri olun. Verilişin söz sovunu seçib sonalayan Xaliq Rəhimli, efir üçün ifkinləyib naxışlayan Gülşən Səmədli, qulluğunuza çatdıranlarsa biz olduq. Səidə xanım Fərhad, bir də Səməd bəy Yusif Canlı. Biz sağ olun, Sağlıqla qalın.